Böyük Səfəvilər imperiyasının çətin zamanlarında gənc və başarılı komutan Nadir xan Səfəvilər xalqının qurtarıcısı kimi tarix səhnəsinə çıxmışdı. Qısa vaxtda parlaq qələbələr qazanaraq işğalçıları ölkədən qovan Nadir xan xalq arasında böyük nüfuz və rəğbət qazanmışdı. Bu nüfuzundan öz lehinə istifadə edən Nadir xan əvvəlcə şah Təhmasibi taxtdan indirib, yerinə şahın azyaşlı oğlunu 3-cü Abbas adı ilə taxta çıxardı. Özünü isə şahın naibi elan edərək faktiki hakimiyyəti ələ keçirdi. Ancaq irəliləyən zamanlarda bununla da kifayətlənməyib, Səfəvilərin sonuncu nümayəndəsini qətl edərək keçirilən qurultayda özünü şah elan etdi. Rəvayətə görə bu hadisələr hələ baş verməmiş, dövrün tanınmış din alimləri Nadirin yanına gəlmiş, onu fikrindən daşındırmağa çalışmışdılar. Çünki Səfəvi xanidanı təkcə hökmdar ailəsi deyil, eyni zamanda Şeyx Səfinin nəsli idi. Şiə inancına görə onların qətli böyük günah olduğundan buna cəhd edənlər ağır bədəllər ödəyəcəklərdi. Lakin Nadir bu xəbərdarlıqlara məhəl qoymadı və Səfəvi xanidanını məhv edərək özünü şah elan etdi. Bununla da Səfəvilər dövlətini Əfşarlar imperiyası əvəzlədi. Lakin bu və ya başqa səbəbdən Nadir taxta çıxdıqdan sonra eyni başarını dövlət idarəsində göstərə bilmədi. Bir vaxtlar ölkəni işğalçılardan xilas etmək üçün topladığı könüllülərdən ibarət ordusu ilə indi imperiyasını genişləndirmək qərarına gəlmişdi. Bu məqsədlə 1737-ci ildə Nadir böyük bir ordu ilə Mərkəzi Asiya və Hindistana səfərə başladı. Bu böyüklükdə ordunu səfərə çıxarmaq xalqın üzərinə qoyulmuş ağır vergilər bahasına mümkün olmuşdu. Uzun sürən müharibələr xalqı canından bezdirmiş, nəticə etibarı ilə yoxsullaşmış xalq Nadir şah səfərdə olanda ağır vergilərə qarşı üsyan etdi. Şah hakimiyyətinə qarşı ilk üsyan 1738-ci ildə Azərbaycanda Carbələkəndə başladı. Üsyanı yatırmaq üçün ordusu ilə gələn şahın qardaşı İbrahim xan üsyançılarla baş vermiş döyüşdə məğlub edilərək öldürüldü. Vəziyyətin ciddiliyini anlayan Nadir şah Mərkəzi Asiya səfərini başa çatdıraraq 1741-ci ildə ordusunun başında Azərbaycana gəldi. Carbələkən üsyanı çətinliklə də olsa yatırıldı. Ancaq ağır vergilərdən cana yığılmış xalq ədalətli hökmdar axtarışında idi. Belə bir şəraitdə ölkənin müxtəlif bölgələrində özünü Səfəvi nəslindən olduğunu iddia edən şahzadələr ortaya çıxmağa başladı. Onlardan biri özünü Şah Hüseynin oğlu olduğunu iddia edən 1-ci Sam Mirzə Şirvanda üsyan bayrağını qaldırdı və qısa vaxtda ətrafına xeyli tərəfdar topladı. Qazıqumruqlu Surxay xan onun düşərgəsinə gəlib müttəfiqlik təklif etdi. Müttəfiq ordusu Yeni Şamaxıya hücum edərək şəhəri ələ keçirdi. 1-ci Sam Mirzə şəhərə daxil olarkən gördüyü ilk iş Nadir şahın tətbiq etdiyi bütün vergiləri ləğv etmək oldu. Bu tədbir Sam Mirzəyə qarşı xalqın rəğbətini artırdı və üsyan daha da genişlənməyə başladı. Nadir şah üsyanı yatırmaq üçün oğlu Nəsrullah Mirzənin başçılığı altında qoşun göndərdi. Yeni Şamaxı yaxınlığında üsyançılarla şahın qoşunu arasında baş verən döyüşdə Sam Mirzə məğlub edilərək ələ keçirildi və edam edildi. Müttəfiqi Surxay xan isə Dağıstana qaçdı. Üsyan çətinliklə də olsa yatırıldı. Sanki illər əvvəl din alimlərinin Nadir şaha dedikləri kəhanət gerçək olmuşdu. Bir şahzadə qətl edildikdə başqa bir şahzadə ortaya çıxırdı. Bu dəfə də Təbriz şəhərində özünü Səfəvi xanidanından olduğunu iddia edən 2-ci Sam Mirzə peyda oldu. O Təbrizdə üsyana cəhd etmiş, ancaq başarılı ola bilməmişdi. Daha sonra Şamaxıya gələrək burada ətrafına tərəfdar toplayan 2-ci Sam Mirzə sabiq müttəfiq Qazqumruq xanı Surxay xanın oğlu ilə ittifaq bağlayaraq Yeni Şamaxıya hücum etdi və şəhəri ələ keçirdi. 1743-cü ildə Nadir şah yenə də oğlu Nəsrullah Mirzənin başçılığında üsyançılara qarşı qoşun göndərdi. Baş verən döyüşdə üsyançılar məğlub edildi. 2-ci Sam Mirzə Yeni Şamaxıya sığındı, ancaq top atəşləri ilə şəhər ələ keçirildi.
İkinci Sam Mirzə kiçik dəstə ilə şəhərdən qaçaraq Gürcüstana getdisə də, Gürcü çarı tərəfindən saxlanılıb şaha təslim edildi. Paragraf 14. Əfşarlar İmperiyasının süqutu. Şah hakimiyyətinə qarşı üsyanların davam etdiyi bu dövrdə bəzi bölgələrin əhalisi şahın ölkədə baş verənlərdən xəbəri olmadığını düşünüb, şikayət məktubları yazaraq öz etirazlarını bildirirdilər. Belə şikayət məktublarından birini də Şəki əhalisi göndərmişdi. Məktubda yerli hakim Məlik Nəzəfin özbaşınalığından şikayət olunurdu. Nadir Şah Şəki əhalisini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil təyin etdi. Bundan sonra Hacı Çələbi Məlik Nəzəfin özbaşınalığının qarşısını almağa çalışmış, əvəzində Məlik Nəzəf şaha Hacı Çələbidən şikayət etmişdi. Nadir Şah Dərbənddə olan zaman onların hər ikisini hüzuruna çağırmış və Hacı Çələbinin edam edilməsinə hökm vermişdi. Rəvayətə görə Hacı Çələbi dar ağacına gedərkən susmamış, Məlik Nəzəfin özbaşınalığını və xalqa zülm etdiyini şaha bildirmiş, əvəzində şah Hacı Çələbini bağışlayaraq onun vəkillik səlahiyyətlərini artırmışdı. Çələbi Şəkiyə döndükdən sonra Məlik Nəzəfin işlərinə daha çox müdaxilə edir və demək olar ki, onun bütün səlahiyyətlərini əlindən alır. Buna görə də Məlik Nəzəf yenə də şaha Çələbidən şikayət edir. Nadir Şah onları təkrar hüzuruna çağırsa da, bu dəfə edamdan qurtula bilməyəcəyini anlayan Çələbi şahın əmrinə qarşı gəlir. 1743-cü ildə öz tərəfdarlarını yanına alaraq Məlik Nəzəfi öldürüb Şəkidə hakimiyyəti ələ alır və özünü xan elan edir. Beləliklə Şəki xanlığı Azərbaycanda Nadir Şahın sağlığında yaranmış ilk xanlıq olur. Siyasi vəziyyət Nadir Şaha Şəkiyə yürüş etmək imkanı vermir. Bu müddətdə Çələbi Şəkidə Gələsən Görəsən qalasını möhkəmləndirərək əhalini ora köçürür. Nadir Şah yalnız 1746-cı ildə Şəkiyə gəlir və qalanı mühasirəyə alır. Uzun mühasirədən sonra Çələbi şahın hakimiyyətini tanımalı olur. Nadir Şah da onu bağışlayaraq Şəki hakimi olaraq saxlayır. Xalqın ağır vəziyyətinə baxmayaraq yeni vergilərin tətbiq edilməsi ölkənin hər yerində eyni vaxtda üsyanların başlaması üçün təkan oldu. Bu isə şah qüvvələrinin parçalanmasına və maddi resursların tükənməsinə səbəb olurdu. Belə bir vaxtda Azərbaycanın cənubunda özünü Səfəvi şahzadəsi kimi qələmə verən 3-cü Sam Mirzə ortaya çıxdı və üsyan bayrağı qaldıraraq Təbriz şəhərini ələ keçirdi. 1747-ci ildə Nadir Şah sui-qəsdlə öldürüldü. Bundan istifadə edən 3-cü Sam Mirzə Azərbaycanın bütün bölgələrinə ulaqlar göndərərək mərkəzi hakimiyyətə tabe olmalarını tələb etdi. Ancaq Nadir Şahın ölümü ilə parçalanmış Azərbaycan müstəqil xanlıqlara və sultanlıqlara bölünmüşdü. 3-cü Sam Mirzənin çağırışına yalnız İrəvan hakimi Nadir Şahın əmsi oğlu Əmraslan bəy cavab verdi. Belə ki, o öz qoşunu ilə Təbrizə yürüş edərək 3-cü Sam Mirzəni məğlub edib öldürdü. Bununla da Azərbaycanda 19-cu əsrin əvvəllərinə qədər davam edəcək xanlıqlar dövrü başlamış oldu.